Mhm. Başlayaq. Hər kəs salamlayıram. Axşamınız xeyir olsun. Xoş gəlmisiniz. Deməli, bugün mövzumuz kombinlər olacaq. Keçən dəfə çatdırmamışdıq. Funksional məhsullar haqqında danışmışdıq. Kombinləri göstərə bilməmişdim. Bugün inşallah ki, bütün kombinləri göstərməyə çalışacağam. Deməli, ilk öncə başlayaq sızanaq kombinindən. Sızanaq üçün dəstə nələrimiz var? Deməli, üzümüzü yumaq üçün əlbəttə ki, bizə bir vasitə lazımdır. Bu da üz yuma gelləri dəstəyimizə çatır. Deməli, nə istifadə edə bilərik? Əgər sızanaqlı dəridirsə, amma dəriniz yağlıdırsa, o zaman çay ağacı yağlı üz yuma geli. Səhər axşam bu gel vasitəsilə üzümüzü yuyuruq. Yumazdan əvvəl çalışın əlləriniz təmiz olsun. Daha sonra üzümüzü biraz ısladırıq, əllərimizə geli alırıq, əlimizdə köpürdürük və bütün üzümüzə masaj hərəkətləri ilə tətbiq edib yaxşıca təmizləyirik üzümüzü. Sonra bol su ilə yumaq lazımdır. Çalışın bol su ilə yuyun, çünki üzümüzdə, yəni bol su ilə yumasaq, üzümüzdə gelin qalıqları qala bilər. Əgər gelin qalıqları qalsa da, sızanaqların, belə deyim də, artıq qalan gel və yaxud da hər hansı bir üz yuma vasitəsi üzümüzdə biraz da artıqlıq yaradır və sızanaqların çıxmasına şərait yaradır. Ona görə də çalışın ki, üzünüzdə üz yuma gelin artıqları qalmasın, yaxşıca təmiz-təmiz yuyasınız. Belə, daha sonra yenə də əgər yağlı dəridirsə, fərqi yoxdur, yağlı dəri də ola bilər, quru dəri də ola bilər. Tonik peddən dəstək ala bilərsiniz. Həftədə 3 dəfə tonik peddən eləyə bilərsiniz və yaxud da ki, hər gündə istifadə eləmək olar. Gündə bir dəfə istifadə etməyiniz kifayətdir tonik pedi. Bu da həm sızanaqların qarşısını almağa kömək edir, həm geniş məsamə varsa, geniş məsamələrin yığılmasına kömək edir, həm artıq sebum ifrazını tarazlamağa kömək edir və həmçinin də nəm balansını qoruyub saxlamağa kömək edir. Daha sonra üzümüzün təmizliyi bitəndən sonra keçirik serum mərhələsinə, daha doğrusu tonik mərhələsinə. Tonik bizdə sızanaqlar üçün ən yaxşı təsir göstərəcək vasitə burada gördüyünüz Peel Light tonikdir, bu tonik. Deməli, bunu ancaq gecələr istifadə eləmək lazımdır, həftədə 3 dəfə istifadə edəcəksiniz. Bunu üzünüzə birbaşa püskürtmə etməyin. İçərisində turşular olduğuna görə bizə lazım deyil göz ətrafımıza gəlsin. Ona görə bir pambıq disklə tətbiq edirik. Həmin o pambıq disklə üzümüzü silirik. Həftədə 3 dəfə edə bilərsiniz gecələr. Daha sonra serum mərhələsinə keçirik. Serumu Claim Bright serumu seçəcəyik. Sızanaqda ən yaxşı təsir göstərən vasitə budur. Burada gördüyünüz. Deməli, bunu hər gün istifadə edə bilərsiniz. Səhər, axşamda istifadə eləmək olar, sadəcə gündə bir dəfə də istifadə eləmək olar. Bunu da üzümüzə tətbiq eləyəndən sonra təxminən bir 5 dəqiqə gözləyirik. 5 dəqiqədən sonra artıq nəmləndirici kremimizi tətbiq eləyə bilərik. Burada 10 dəqiqə yazmışam, yəni 5, yəni gec sorulursa üzünüzdən 10 dəqiqədə gözləyə bilərsiniz, fərq etməz. Yenə də kremimizi səhər-axşam üzümüzə tətbiq edirik, çay ağacı yağlı krem. Yaxşı olar ki, onu seçəsiniz. Əsas da yağlı dəri tipi. Yağlı dəri tipi hər gün səhər-axşam istifadə edə bilər. Yox, əgər quru dəridirsə sizdə, quru dərilər gündə bir dəfə çay ağacı, çox quruluq hiss eləyərlərsə də, gündə bir dəfə də ənisəfa krem istifadə etmək olar. Belə. Daha sonra əgər görsəniz ki, üzünüzdə hər hansı bir iltihablı tək-tək sızanaqlar çıxır, tək-tək sızanaqlar çıxdığı halda kükürt kremdən dəstək ala bilərsiniz. Amma iltihablı, irinli, böyük, yəni sızanaqlar yoxdursa, burada kükürtlü kremə ehtiyac yoxdur. Bir də çox rastlaşıram, kükürtlü kremi bütün üzə tətbiq edirlər. Bütün üzə tətbiq eləmək olmaz. Kükürt sizin üzünüzü quruda bilər, nəm balansını poza bilər. Ona görə sadəcə
yəni quruducu özəlliyi var. Sadəcə sızanaq harda varsa ora tətbiq edirsiniz, ancaq axşamlar. Axşam yatmazdan öncə nöqtə şəkildə sızanağın üzərinə tətbiq edirsiniz və səhərə qədər orada qalır. Artıq yuxudan oyananda həmin o iltihabın sönmüş olduğunu görəcəksiniz zaten. Yəni bir dəfə bəs etməsə, ikinci günü, üçüncü günü də təkrar eləyə bilərsiniz kükürdüyü krem. Belə, bura qədər yəqin ki, aydın oldu. Sızanaqlı üz üçün dəstəkdir bu. Keçək digər kombinimizə. Aha, yanıq izi üçün dəst. Burada əslində yanıq izləri fərqli mərhələlərdə, fərqli formalarda ola bilər. Məsələn, deyək ki, təzə yanıqdır, yeni yanıqdır, hələ ki qızartı var dəridə. Təzə yananda dərimiz nə olur? Qızartılı olur. Birincisi belə ola bilər və yaxud da ikinci mərhələsi biraz keçib artıq yanıq mərhələsindən qabıqlayıb üzü, biraz sağalma mərhələsinə keçib bu tipdə yanıqlar ola bilər. Üçüncüsü artıq bir neçə müddət keçib, artıq orada yanığın yeri quruyub, qabıqlanıb, dəri elastikliyini itirib, belə deyim. Dördüncü mərhələ artıq hiperpigmentasiyadır, yəni qəhvəyi izlər, yanıqdan sonra dərimizdə qəhvəyi izlər qala bilər. Bir də ən sonuncu mərhələ çapıq toxumasının qalmasıdır. Bu, adətən dərin yanıqlarda qalır, yəni çox toxumalara qədər yanmış nahiyələrdə çapıq toxuma ola bilər. Yəni çökəkliklərdən söhbət gedir də, yəqin ki, görmüş olarsınız. Bu mərhələlər bizə kömək edir ki, bunu bilmək bizə kömək edir ki, hansı mərhələdə hansı kremi, məlhəmi və s. istifadə edilir. İndi tək-tək hamısını deməyə çalışacağım. Deməli, əgər yeni yanıq izidirsə, bunları not etsəz yaxşı olar. Çünki burada sadəcə məhsulları qoymuşam, mərhələ ediləməmişəm. Deməli, yeni yanıqdır, qızartı var, dəridə istilik var, ilkin bir səhti toxuma zədəsi var, belə deyim. Bu zaman nə edirik? Əsas hədəfimiz iltihabı azaltmaqdır, dərini sakitləşdirməkdir, həmin yanıq nahiyəsini infeksiyadan qorumaqdır və bu qədər. O zaman səhti yanıqlardan söhbət gedir də, dəri səhti açılmır, yəni dəri səhti açılıbsa, toxumalar artıq yanıqsa, biz burada müdaxilə etməməliyik, həkimə çatdırmalıyıq. Amma səhti yanıqlarda biz müdaxilə edə bilərik. Deməli, nə edirik? Emergini sprey. Burada görürsünüz, bu göy rəngdə olan, mavi rəngdə olan. Emergini spreyi götürürük, həmin yanmış nahiyəyə tətbiq edirik. 2-3 dəfə püskürtməyiniz yetərlidir. Və toxunmursuz, özü quruyub, qurmağını gözləyirsiniz. Daha sonra emergini krem tətbiq edə bilərsiniz üzərindən. Gündə yəni, qurudu, biraz gözlədiniz, ondan sonra emergini kremi tətbiq edə bilərsiniz. Gündə 2 dəfə nazik bir təbəqə şəklində tətbiq edə bilərsiniz. Əlavə olaraq, əgər dəridə hər hansı bir açıq yara yoxdursa, qızartı azalıbsa artıq, yəni biraz səngiyib də deyək yanıq nahiyəsi, o zaman lokal olaraq ləkə qalmasın deyə axşamlar Kantaron özlü krem tətbiq edə bilərsiniz ki, yanığın ləkəsi qalmasın. Belə, Kantaron kremi çalışın ki, ancaq axşamlar tətbiq edəsiniz, çünki içərisində aktiv maddələr günəşə biraz həssaslıq yaradır. Ona görə səhərlər istifadə etməməyə çalışın. Daha sonra keçirik ikinci mərhələyə. Artıq deyək ki, sağalma mərhələsidir, artıq bir qabıqlaşma baş verib həmin nahiyədə, biraz soyulma var deyək ki. Bu zaman hədəfimiz nədir? Dərini regenerasiyasını, bərpasını sürətləndirmək və həmin o quruluğu aradan qaldırmaqdır. Bu zaman nələr istifadə edə bilərik? Burada artıq sağalma mərhələsində emergini spreyi çıxara bilərsiniz.
Yəni, bu mərhələdə bizə sprey artıq lazım deyil. Keçirik emergini kremə davam edirik. Yenə gündə 2 dəfə tətbiq edə bilərsiniz və yaxud da 1 dəfə. Axşamlar ballı krem tətbiq edə bilərsiniz, dərinin elastikliyini artırmaq üçün, quruluğu azaltmaq üçün. Daha sonra aloe vera südü istifadə edə bilərsiniz. Bu da həmçinin nəmləndirməyə kömək edir həmin nahiyəni. Belə, istifadə qaydası necə edə bilərsiniz? Məsələn, aloe vera südü tətbiq edə bilərsiniz, biraz gözləyib, sonra emergini kremi tətbiq edə bilərsiniz, məsələn, səhərlər. Axşamlar isə yenə də tək ballı kremi, məsələn, çəkib yata bilərsiniz. Belə, istifadə qaydası da belə. Daha sonra, o 3-cü mərhələdə dartılmış, elastikliyini itirmiş yanıq izlərində nə edə bilərik? Burada hədəfimiz artıq kollageni bərpa eləməkdir. Kollagen sintezini artırmaqdır həmin nahiyəyə. Daha sonra dərinin yumuşaqlığını bərpa eləməkdir. Bilirsiniz ki, yanıq nahiyəsində artıq bir müddətdən sonra ora biraz gərgin olur, bərk olur. Orada kollagen ifrazı olmadığına görə, dərinin yumuşaqlığı, toxumalar zədələndiyinə görə yumuşaqlıq olmur, orada bərklik olur. Həmin o bərkliyi aradan qaldırmaq üçün, ora bir kollagen sintezini stimullaşdırmaq üçün yenə də ballı krem gündə 1 və yaxud da 2 dəfə tətbiq edə bilərsiniz həmin nahiyəyə. Daha sonra axşamlar Kantoron krem tətbiq edə bilərsiniz. Lokal olaraq hansı nahiyədəki yanıqlar ancaq ora və aynı səfa krem. Aynı səfa kremdə yenə də burada bir yumuşaltma effekti yarada bilər. Belə. Daha sonra dedik bizdə hiperpigmentasiya. Əgər qəhvəyi izlər qalıbsa, nə edə bilərik? Burada da hədəfimiz melanin istehsalını tənzimləmək, dərini bərabərləşdirmək, yəni rəngini bərabərləşdirmək, həmin o qəhvəyi yanıq izini aradan qaldırmaqdır. Bu zaman nələr istifadə edə bilərik? Bəyazlatıcı krem istifadə edə bilərik, bəyazlatıcı serum istifadə edə bilərik. Yaxşı olar ki, yalnız axşamlar istifadə olunsun. Məsələn, serumu tətbiq edin, bəyazlatıcı. Onların şəklini bura qoymamışam. Dediyim kimi, mərhələləri yazmadığıma görə siz özünüz mən danışdıqca qeyd eləsəz yaxşı olar. Serumu tətbiq edirik, bəyazlatıcı serum. Daha sonra təxminən bir neçə dəqiqə gözləyirik. Sonra üzərindən bəyazlatıcı kremi tətbiq edə bilərik. Və həmin nahiyəni günəşdən qoruyucu tətbiq eləmək lazımdır ki, günəşə həssaslıq yaranmasın. Həmin nahiyələr daha da tündləşməsin rəngi. Daha sonra bir də dedik ki, çapıq toxuması, çökəklik varsa nələr istifadə edə bilərik. Burada da yenə kollageni balanslaşdırmalıyıq, dərini yumuşaltmalıyıq, çapıq toxumasını azaltmağa çalışmalıyıq. Bu, yəni ki, əlbəttə ki, çox çətindir aparmaq. Sadəcə biz burada dərini yumuşaldıb, həmin o dartılmaları azalda bilərik. Nə istifadə edə bilərik bu mərhələdə də? Ballı krem yenə istifadə edə bilərsiniz elastikliyi üçün. Ozonlu, məsələn, zeytun yağı ilə qarışdırıb ballı kremi tətbiq edə bilərsiniz. Daha sonra hüceyrələri yeniləmək üçün A vitamin serum istifadə edə bilərsiniz. Həmin çox çapıq toxumalar üzərinə. Daha sonra Kantoron krem tətbiq edə bilərsiniz gecələr yenə də çapıq nahiyəsinə. Bu da həmçinin rəngini açmağa kömək edəcək. Yəqin ki, aydındır. Çalışdığım qədər hansı mərhələdə nə istifadə edə bilərik, onları dedim. İlkin mərhələdə mən orada unutdum. Məsələn, dedik, emergini sprey, təzə yanıqlarda, emergini krem. Orada ballı krem də məsələn istifadə edə bilərsiniz. Yəni, əlinizdə deyək ki, emergini krem yoxdur və yaxud da emergini sprey yoxdur. Ballı krem varsa, yenə ballı kremlə də dəstək ala bilərsiniz. Belə. Keçək digər kombinimiz Rosacea. Rosacea nədir? Yəqin ki, rastlaşmısınız. Bu, ən çox bu yanaq nahiyəsində qızarıqlıqların əmələ gəlməsidir. Kapilyarların genişlənməsidir. Qırmızı kapilyarlar görsənir. Qırmızılıq ön planda olur. Biraz iləri səviyyədə biraz
necə deyim, o kirişikli kimi də üzr istəyirəm, səpkili kimi, akneli kimi dəri də görə bilərsiniz. Bunlar hamısı rozasiyaya xas olan əlamətlərdir. Həm dəri həssas olur, qızartılı olur, dediyim kimi iltihablı olur. Bizim də burada məqsədimiz həmin o həssaslığı aradan qaldırmaq, qızarıqlığı aradan qaldırmaq, iltihabı önləyəcək nələrsə istifadə eləmək, həm də bərpa eləməkdir dərini. Deməli, nələr istifadə edirik? Təmizlik mərhələsində yenə yumuşaq bir üz yuma geli seçməliyik. Çoban yastığından dəstək ala bilərsiniz burada. Həm həssas dərilər üçündür, həm sakitləşdirici təsiri var çoban yastığa görə. Ona görə çoban yastığı üz yumanı seçə bilərsiniz. Daha sonra burada emergency spray, tonik əvəzinə emergency spray istifadə edə bilərik. Tərkibindəki o maddələr qızartıdır, qaşıntıdır, iltihabdır, bunları azaltmağa kömək edir. Üzümüzü səhər-axşam yuyuruq gel vasitəsilə, daha sonra yenə hər axşam gündə 2 dəfə spreyi üzümüzə tətbiq edirik. Və toxunmayın, əllə yaymayın, qoyun özü üzünüzdə qurusun. Sadəcə çalışın ki, üzünüzün hər tərəfinə tətbiq edəsiniz. Daha sonra keçirik nəmləndirmə mərhələsinə. Nəmləndirmə mərhələsində biz nə istifadə edə bilərik? Aynı səfə özlü krem istifadə edə bilərik. Qidalandırıcı təsir göstərir. Qızartı varsa, həmçinin quruluq varsa, həmin o qızartını aradan qaldırır, quruluğu aradan qaldırır. Və son olaraq da günəşdən qoruyucu bir krem istifadə olunmalıdır mütləq. Yəni, rozaseyanı tətikləyən də, belə deyim, artıran, şiddətləndirən faktorlardan biri günəşdir. Ona görə də mütləq şəkildə SPF istifadə olunmalıdır. İlin bütün fəsilləri, yəni ilin hər istifadə etmək vacibdir rozaseya xəstələrinə. Belə, bununla rutininizi yekunlaşdıra bilərsiniz. İltihabın qarşısını ala bilərsiniz, qızarıqlığın, qaşıntının, qıcıqlanmanın qarşısını ala bilərsiniz. Daha sonra əlavə nələr istifadə edə bilərsiniz? Alternativ kimi emerjini krem istifadə edə bilərsiniz. Məsələn, aynı səfa kremin yerinə emerjini krem istifadə edə bilərsiniz. Və yaxud da ki, rozaseyalı dəridə bilirsiniz ki, dəri bariyeri çox zəif olur. Və dəridə dediyim kimi bir sıra problemlər yaranır o dəri bariyeri zəif olduğuna görə. Ona görə ozonlu zeytun yağı məsələn istifadə edə bilərsiniz. Lokal şəkildə ancaq həmin nahiyələrə, haradakı rozaseya var, ən çox bu dediyim kimi bu yanaq nahiyələrində olur. Həmin nahiyələrə axşamlar həftədə təxminən 3 plan belə çəkə bilərsiniz həmin nahiyələrə. Ozonlu zeytun yağı. Çalışın ki, rozaseya olan insanlar peelinglərdən çox istifadə eləməyin. Tərkibində hər hansı bir spirt olan, alkol olan, qıcıqlandırıcı hər hansı bir maddə olan bir vasitə istifadə eləməyin. Daha sonra AHA, BH turşuları, A vitamin serumu, bunları istifadə etməməyə çalışın. Çünki daha da qıcıqlandıra bilər. Belə, daha sonra rozaseyada ümidvaram ki, aydındır hər şey. Keçək digər problemimiz ekzema. Ekzemada həm bərpa edici, yəni dəri bariyerini gücləndirən, dərimizi bərpa edən, həssaslığı aradan qaldıran, ekzemada qaşıntı da ola bilirsiniz, qızartı ola bilir. Onları azaldan bir qulluq vasitələri seçməliyik. Aktiv mərhələdə nə olur? İltihab olur, qaşıntı olur, qızartı olur, bəzən quruluq olur, çatlamalar olur, qaşıntıdan dolayı yaralar başlayır əmələ gəlməyə. Təmizləmə mərhələsində bunları aradan qaldırmaq üçün istifadə edəcəyimiz vasitələr nədir? Təmizləyici bir gel seçirik, səhər-axşam istifadə edəcəyik, yağlı dərilər, çay ağacı yağlı, quru dərilər papatyalı üz yuma gelini seçə bilərlər.
Daha sonra çalışın ki, üzünüzü nəm saxlamayasınız və yaxud da ekzema hansı bölgədədirsə, həmin nahiyəni nəm saxlamamağa çalışın, quru olsun. Bir də ki, dəsmalla əgər quruluyursa və yaxud da salfetka ilə quruluyursa fərqi yoxdur. Elə hopdurma hərəkətləri ilə quruluyasın, belə sürtərək qurutmamağa çalışın. Daha sonra ikinci mərhələ yenə də təmiz dəriyə gündə 2 dəfə emergini sprey tətbiq edəcəyik. Hardakı ekzema var, həmin nahiyəyə. Yəni, bu ilk addım olaraq qızartı varsa, çat varsa, iltihab varsa, 2-3 püskürtmə püskürdürük və yenə də əl vurmuruq, öz-özünə quruyur. Bu da yenə qaşıntını azaldır, iltihabı azaldır, dərini sakitləşdirir. Belə, həmin o bu saydığım problemlər bitənə qədər, yəni qızartı, qaşıntı bitənə qədər hər gün, gündə 2 dəfə emergini sprey tətbiq edəcəksiniz. Keçirik üçüncü mərhələyə. Üçüncü mərhələdə artıq nəmləndirməyə keçirik. Deməli, burada istifadə edə bilərsiniz emergini krem. Bunu səhər axşam istəyəcəksiniz. Kremləri də yenə spreydən sonra. Sprey üzünüzdə qurudu, biraz gözləyirik. Sonra nəmləndiricilərə keçə bilərik. Emergini krem istifadə edə bilərik. Hədəf məhsullardan biridir. Yəni, ekzemada çox yaxşı təsir göstərir. Dəri bariyerini yeniləməyə kömək edir, dəri bariyerini gücləndirməyə kömək edir. Nazik bir təbəqə şəklində tətbiq edirsiniz üzünüzə. Əsas da hansı nahiyələr ki, çox qaşınır, o nahiyələrə tətbiq eləməyə çalışın. Hər gün istifadə edə bilərsiniz, ta ki, problem keçənə qədər. Problem keçsə belə, bir qoruma amaçlı, profilaktik məqsədlə yenə də emergini kremə davam edə bilərsiniz. Emergini krem yoxdursa, alternativ olaraq cilt bakım kremi istifadə edə bilərsiniz. Yenə də gündəlik qoruma adına, dəri bariyerini gücləndirmək adına, nəmləndirmə üçün yenə də alternativ kimi cilt bakım kremi ola bilər. Və yaxud da deyək ki, cilt bakım kremi də yoxdursa, o zaman aynı səfa kremi istifadə edə bilərsiniz. Bu da yenə antiinflamator təsir göstərir, iltihab əleyhinə təsir göstərir, dərini yeniləyir, quru nahiyələri nəmləndirir. Yəni, istifadə edə bilərsiniz. Və yaxud da ki, deyək ki, 2 krem də var əlinizdə və yaxud da 3 krem var əlinizdə. Dönüşümlü şəkildə istifadə edə bilərsiniz. Məsələn, səhər emergini krem istifadə edib, axşam aynı səfa kremi istifadə edə bilərsiniz və yaxud da cilt bakım kremi, hansı varsa əlinizdə. Dediyim kimi, ya bir krem istifadə edirsiniz, ya da əlinizdə varsa 2 kremdə istifadə eləmək olar. Birini səhər, birini axşam olacaq şəkildə. Belə, daha sonra quruluq əgər çoxdursa, bir də quruluqdan dolayı dediyim kimi çox qaşıntı olur. Və qaşıntılarında da yaralar olur, izlər olur. Həmin o izləri aradan qaldırmaq üçün, o ləkələri qalıbsa, məsələn, ballı krem istifadə edə bilərsiniz. Ballı krem də yenə də həmin o mərhələdə sakitləşdirici təsir göstərir, qaşıntını da azaltmağa kömək edir. Yəni, bir dənə alternativ olaraq yenə ballı kremi deyirəm. Yəni, qızartı, qaşıntı yoxdur, sadəcə quruluq varsa, yenə də ballı kremdən istifadə edə bilərsiniz. Quruluq da aradan qaldırır. Əlavə olaraq, məsələn, ozonlu zeytun yağı ilə qarışdırıb gecələr tətbiq edə bilərsiniz. Bu da yenə əlavə bir dəstək kimi həm yumuşaldır, həm infeksiyaya qarşı bir qoruma yaradır, qoruyucu bir qat yaradır. Belə, daha sonra çalışın ki, ekzeması olanlar sintetik paltarlar geyinməyin. Məsələn, əllərdədirsə, əllərinizi təmiz saxlayın. Daima su ilə təmasda olmayın. Yəni, gərəkmədiyi sürəcə suda çox olmasın əlləriniz. Və yaxud da ki, kimyəvi maddələr istifadə eləməyin. Məsələn, təmizlik vasitələri kimyəvi tərkiblidirsə, onlardan uzaq durmağa çalışın. Və yaxud da əlcək geyinin, elə işləyin. Daha sonra ekzemada dediyim kimi quruluq daha çox ön planda olur. Çalışın qidanıza diqqət eləyəsiniz, bol su içəsiniz, omega 3 ilə zəngin olan qidalar qəbul eləyəsiniz. Məsələn, ola bilər balıq ola bilər, qoz ola bilər və s.
Bu kimi qidalarınıza da diqqət eləsəz, məhsullarla birgə yaxşı nəticə almaq olar. Daha sonra və yaxud da deyək ki, əgər sizdə və yaxud da müştərilərdə nə vaxtsa ekzema olub, sağalıbsa, əgər yenidən ehtimalı görürsünüzsə, belə bir halla qarşılaşsaz, o zaman bir profilaktik olaraq dəri bariyerini qorumaq üçün, təkrarlanmasının qarşısını almaq üçün yenə cilt bakım kremi profilaktik olaraq istifadə edə bilərsiniz və yaxud da aynı səfa kremi istifadə edə bilərsiniz gündə 2 dəfə və yaxud da cilt bakım kremi yenə də istifadə eləmək olar. Həftəlik də yenə də profilaktik olaraq ozonlu zeytun yağı, ballı krem, onlardan da dəstək ala bilərsiniz. Yox, əgər deyək ki, artıq qızartı əlamətləri başlayıb, görürsünüz ki, qaşınma gəlir, qızartı başlayır, o zaman tez emergini sprey və emergini krem əlinizin altında olsun, sakitləşdirmək üçün, qaşıntını aradan qaldırmaq üçün, şiddətlənməsinin qarşısını almaq üçün emergini sprey tətbiq edin, üzərindən də emergini krem. Belə. Başqa nə deyim? Əgər uşaqlarda varsa nələr istifadə edə bilərsiniz? Ekzema. Uşaqlarda emergini sprey, emergini krem, ballı krem, aynı səfa krem. Bunlar hamısı uşaqlar üçün uyğundur. İstifadə edə bilərsiniz. Yəni, emergini sprey, emergini krem 1 yaşdan aşağı uşaqlara da istifadə eləmək olar. Yəni, ekzema varsa. Yenə aynı səfa kremdə 1 yaş, 3 yaşdan sonra istifadəyə uyğundur. Ballı krem də eyni qaydada. Yəni, uşaqlara da təhlükəsiz istifadə eləmək olar. Daha sonra, keçdik sədəf üçün nə istifadə eləmək olar? Yenə də burada təmizlənmə mərhələsində istifadə edə bilərik. Üzümə vasitəsi, məsələn, çoban yastığını seçə bilərsiniz. Papatyalı üzümə gelim. Emergini sprey, tonik əvəzi istifadə edəcəyik gündə 2 dəfə. Haradakı sədəf var, ora püskürdürük. Qaşıntı varsa, qızartı varsa, dartılma izi varsa, gərginlik varsa azaltmağa kömək edir. Dəri bariyerini bərpa edir. Sürətli şəkildə orada bir sakitləşmə yaradır. Daha sonra üzr istəyirəm. Və cilt bakım kremi istifadə edə bilərsiniz nəmləndirmə üçün. Emergini spreyi tətbiq edirsiniz, qurumasını gözləyirsiniz, təxminən 2-3-5 dəqiqə ərzində zaten quruyur. Daha sonra üzərindən cilt bakım kremini tətbiq edə bilərsiniz. Bu həm qızartını aradan qaldırır, içərisində aktiv maddələrə görə həm quruluq varsa quruluğu aradan qaldırır, dərini bərpa eləməyə kömək edir, dəri bariyerini etməyə kömək edir, cilt bakım kremi. Ona görə nəmləndirmə mərhələsində ondan dəstək ala bilərsiniz. Daha sonra istifadə edə bilərik qidalandırmaq üçün, dərini bir oksigenlə zənginləşdirmək üçün, quruluğu aradan qaldırmaq üçün, çatlar varsa, o çatların sağalması üçün. Xüsusən də sədəf nahiyəsi çox qalınlaşıbsa, sərtləşibsə, ozonlu zeytun yağı istifadə edə bilərsiniz. Həmin nahiyəyə ozonlu zeytun yağını tətbiq eləmək lazımdır. Gecə tətbiq edəsəz daha yaxşı olar. Yenə də cilt bakım kremindən sonra məsələn tətbiq edə bilərsiniz. Əvvəl tətbiq eləməyin, çünki o yağ olduğuna görə gedir məsamələri bağlayır və üstündən krem vursanız, krem gedib dəriyə çatmayacaq. Ona görə birinci kremi tətbiq edin, sonra həftədə 3-4 dəfə ozonlu zeytun yağı cilt bakım kreminin üzərindən tətbiq edə bilərsiniz. Və yaxud da tək şəkildə də tətbiq edə bilərsiniz. Fərq etməz. Əlavə dəstək kimi cilt bakım kremi əgər əlinizdə olmasa, emergini krem istifadə edə bilərsiniz. Yenə də qaşıntını azaldır, mikrob riskini azaldır, qızarıqlığı azaldır. Yəni cilt bakım kremi əvəzinə, yəni yoxdursa əlinizdə, emergini krem varsa, onu istifadə edə bilərsiniz.
Və yaxud da deyək ki, o da yoxdursa, ballı krem istifadə edə bilərsiniz. Yenə alternativlər çoxdur. Və yaxud da ki, aynı səfa kremi istifadə edə bilərsiniz. Bu kremlər də yenə də alternativ olaraq bir-birini əvəz edə biləcək dəstək kremlərdir. Və daxilə nə içərik? Daxilə də yaxşı olar ki, zərdəçal qida əlavəsi qəbul eləyək. Çünki iltihablanma var. Məsələn, ekzemada da yenə qəbul eləyə bilərsiniz. İltihab əleyhinə təsir göstərir. Zərdəçal bilirsiniz ki, daxildən iltihabı azaltmağa kömək edir. Gündə bir dəfə bir ölçü qaşığı zərdəçal qida əlavəsi daxilə qəbul eləyə bilərik. Daha sonra keçdik gənə xəstəliyi, yəni el arasında qotur xəstəliyi də adlanır. Bu bir parazitin səbəb olduğu yoluxucu bir xəstəlikdir, dəri xəstəliyi. Çox qaşıntılı bir xəstəlikdir. Müalicəsi əslində mütləq həkim nəzarətində aparılmalıdır. Amma ki, bizim məhsullardan yenə dəstəkləyici məhsullar var əlbəttə ki, nələr istifadə eləyə bilərik. Burada bizim əsas məqsədimiz bir dəstəkləyici, yəni həkimin yazdığı müalicəyə dəstəkləyici olaraq məhsullar vermək, infeksiyanı aradan qaldırmaq, qaşıntını azaltmaq, paraziti öldürməyə çalışmaq. Paraziti ən yaxşı öldürücü vasitə kükürt kremidir. Kükürt kreminin antiseptik, antiparazitik belə deyim, özəlliyi var. Qaşıntını azaldır, paraziti öldürməyə çalışır. Yəni, əsas məqsəd burada onun üçün kükürdü veririk ki, parazitlə savaşsın. Necə istifadə edirik? Həmin hansı ki, qaşınan nahiyə var, yəni qotur nahiyəsi var, ora nazik qatla çəkirik, gecə boyu saxlayırıq, səhər isə durub ilıq suyla yuya bilərik. Bu, ola bilər üz nahiyəsində də olsun, saç dərisində də olsun və yaxud da bədənin hər hansı bir bölgəsində olsun, fərqi yoxdur. Üzdə, saç dərisində, cinsiyyət bölgəsindədirsə, biraz kükürdü ehtiyatlı istifadə eləmək lazımdır. Yəni, hara ki qaşınır, ancaq oralara tətbiq edin ki, çox quruluq yaratmasın. Deməli, gündə bir dəfə istifadə edəcəyik kükürt kremi, təxminən 3-5 gün ardıcıl şəkildə istifadə edirik. Bunu kiçik yaşlı uşaqlara da istifadə edə bilərsiniz. 3 yaşından etibarən 3 yaşdan yuxarı, əgər parazitə görə istifadə edirsinizsə, 3 yaşından uşaqlara da istifadə eləmək olar. Bəzi dərilərdə dediyim kimi quruluq, qızartı ola bilər. Ona görə də nəmləndirici istifadə eləməlisiniz. Məsləhətdir ki, nəmləndirici kremlə dəstəkləyəsiniz. Aynı səfa məsələn ola bilər, istifadə edə bilərsiniz. Ozonlu zeytun yağı həm antibakteriyal təsir göstərir, həm qaşıntını azaldır, həm o qaşıntıdan dolayı yaranan yaralar ola bilər, onları sağaltmağa kömək edir. Necə istifadə edəcəyik ozonlu zeytun yağını? Deməli, kükürtlü krem istifadə elədik. Kükürtlü kremdən təxminən bir yarım saat, 1 saat sonra ozonlu zeytun yağını tətbiq edə bilərik həmin nahiyəyə. Az miqdarda tətbiq edirsiniz. Gündə təxminən 1 və yaxud da 2 dəfə istifadə eləmək olar. Belə, bunun əsas məqsədi dediyim kimi o qaşıntıya bağlı olan həmin o yaraların, zədələrin tez sağalmasını sürətləndirdiyinə görə burada ozonlu zeytun yağından istifadə edə bilərik. Və aynı səfa krem nəyə görə uyğundur? Çünki iltihab əleyhinə təsiri var. İltihabı azaldır, qızartını azaldır, dərini bərpa eləməyə kömək edir. Yenə də bu da qaşıntıdan dediyim kimi, o gənə xəstəliyində şiddətli dərəcədə qaşıntı olur və istər-istəməz insan qaşımaq istəməsə belə məcbur şəkildə qaşıyır və qanadacaq dərəcədə həqiqətən qaşıntılar ola bilər. Və həmin o yaraların
bərpasını sürətləndirmək üçün burada yenə də Aynı Səfa krem yaxşı dəstək göstərir. Dərini yumşaldır, quruluğu aradan qaldırır. Məsələn, kükürt dedim, quruluq yaradır. Həmin o kükürt kremin o verdiyi quruluğu aradan qaldırır. Dərini sağaltmağa kömək edir. Bir də ki, ikincili infeksiyaların, yəni o qaşıntıdan dolayı infeksiyada düşə bilər dırnaqlarımızdan. O həmin infeksiyaların qarşısını almaq üçün də yenə Aynı Səfa krem istifadə etməliyik. Belə. Daha sonra necə istifadə edə bilərik Aynı Səfanı? Deməli, axşamlar dediyim kimi kükürt krem çəkdik, yarım saat, 60 dəqiqə sonra ozonlu zeytun yağı tətbiq elədik. Səhər isə və yaxud da səhər çox quruluq varsa günorta gündə 2 dəfə Aynı Səfa krem tətbiq edəcəksiniz. Aynı Səfa kremi də yenə də 3 yaşından etibarən uşaqlarda istifadə edə bilərsiniz. Belə, həmin nahiyəni, yəni qaşınan nahiyələri təmizləmək üçün əvvəldə deməyi unutdum, çoban yastığı istifadə edə bilərsiniz və yaxud da çay ağacı varsa, çay ağacı yağlı üz yuma gelindən istifadə edə bilərsiniz. Belə. Məncə hər şeyi dedim. Uşaqlarda olsa əgər çalışın dırnaqlarını qısa kəsin, dırnaqları uzun olmasın, həm özlərini zədələməmək adına, həm infeksiya düşməməsi adına çalışın dırnaqları qısa olsun və yenə də dediyim kimi Aynı Səfa krem istifadə edə bilərlər, kükürtlü krem istifadə eləmək olar, ozonlu zeytun yağı da həmçinin uşaqlarda da istifadə eləmək olar. Daha sonra gəldik, bədəndə hər hansı bir qaralma problemi varsa, nələr istifadə edə bilərik? Ola bilər ki, bu qoltuq altı nahiyə olsun, bikini bölgəsində olan qaralma olsun, diz dirsək nahiyəsində olan qaralma olsun və yaxud da bədənin hər hansı bir nahiyəsində olan qaralma olsun, fərqi etməz. Deməli, nə istifadə edə bilərik? Deməli, burada skrablardan dəstək alacağıq. Skrab kimi yasəmənli skrab seçməyiniz daha məqsədə uyğundur. Həm ölü hüceyrələri aradan qaldırmağa kömək edir. Həm də yasəmənli skrabın alternativ deməyim də, əsas özəlliklərindən biri dəri tonunu bərabərləşdirməkdir. Ona görə hər hansı bir qaralma problemi varsa bədəninizdə, o zaman yasəmənli skrab seçsəz daha yaxşı olar. Daha sonra beyazlatıcı serum. Beyazlatıcı serumda yenə dəri tonunu bərabərləşdirməyə kömək edir. Melanin istehsalını azaldır və dərinin rəngini, qaralmaların rəngini açmağa kömək edir. Beyazlatıcı krem yenə də nəmləndirmə üçün, həm də pigmentasiyanı aradan qaldırmaq üçün ağardıcı təsir olar. Hər gün istifadə edə bilərsiniz. Necə istifadə edirik? Deməli, həftədə burada bir səhvlik olub. Mən burada yasəmənli skraba yazmışam. Səhər axşam yumaq lazımdır. Onu görməzdən gəlin. O texniki bir səhv olub. Deməli, həftədə 2 dəfə, 1-2 dəfə, maksimum 3 dəfə hansı bölgədə ki qaralma var, həmin nahiyələri skrablayacaqsınız. Bütün bədəni də skrablaya bilərsiniz. Sadəcə qaralan bölgəni də skrablaya bilərsiniz. Fərqi yoxdur. Həftədə 1-2 dəfə istifadə etməyiniz kifayətdir. Daha sonra yuyundunuz, çıxdınız, qurulandınız. Beyazlatıcı serum. Axşamlar bunları tətbiq etsəz daha yaxşı olar. Beyazlatıcı serumu tətbiq edirik. Təxminən 3 dəqiqə, 5 dəqiqə gözləyirik quruması üçün. Üzərindən beyazlatıcı krem tətbiq edirik. Bunları hər gün eləyirik. Beyazlatıcı serum və beyazlatıcı kremi hər gün. Yasəmənli skrabı həftədə 1-2 dəfə.
Əgər deyək ki, qol altı nahiyədədirsə qaralma, o zaman da bizim rol onlarımız var, bilirsiniz. Bunun digər rəngləri də var. Burada sadəcə birini qoymuşam, çox görsənməsin deyə. Üçündən birini, hansının qoxusu sizə xoşdursa, onu da seçə bilərsiniz. İçərisində ağardıcı arbutin var, C vitamini var. Bunlar ağardıcı təsir göstərirlər. Həm tər əleyhinə təsir göstərir, həm də qaralmaların qarşısını alır. Əgər artıq qaralmalar varsa, onların da rəngini açmağa kömək eləyir. Təlimlərdə də sağ olsun liderlərimiz öz təcrübələrini bölüşüblər. Yəni, artıq nəticə alanlar var. Baxmayaraq ki, yeni məhsuldur qol-altı rolonlar. Amma nəticələrimiz var çox şükür ki, yəni qol altı nahiyədə hər hansı bir qaralma problemi varsa və yaxud da ki, qaralmaların qarşısını almaq istəyirsiniz, yenə istifadə edə bilərsiniz. Belə. Daha sonra məncə bir şey qalmadı, hər şeyi dedim. Hamısını göstərmiş oldum. İstəyirsiniz, digər funksional məhsullarımızda olan hələ vaxtımız var, amma 8 dəqiqəmiz qalır. Suallar varsa, istəyirsiniz sualları alın. Təhnə xanım, buradasınız. Suallar varsa eşidə bilərəm sizi. Heç kimdə sual yoxdur. Tamam, o zaman mən burada digər kombinləri də göstərə bilərəm sizə. İnşallah ki, mənim səsim gəlir. Heç bir şey yoxdur. Elə bilirəm, öz-özümə danışıram burada. Deməli, digər funksional məhsullarımızdan burada kombinlərimiz var. Onları göstərmək istəyirəm. Məsələn, ağrı üçün dəstimiz var burada. Ağrı üçün nələr istifadə edə bilərik? Məsələn, deyək, əzələ ağrısıdır və yaxud da miqren ağrısıdır, baş ağrılarıdır, oynaq ağrılarıdır. Oynaq ağrılarında daha çox ozonlu zeytun yağı və qlükozamin krem istifadə edə bilərsiniz. Əzələ ağrılarında isə daha çox məsələn, baş ağrısıdır, əzələ ağrısıdır, qol, çiyin, fərqi yoxdur. Bütün ağrılar arnika at kestanəsi masaj kremi istifadə edə bilərsiniz və ozonlu zeytun yağı yenə də ağrıyan bölgələrinizə tətbiq edə bilərsiniz. Burada qəhvələrimiz var, amma ki, təəssüflər olsun ki, stoklarda yoxdur. Ona görə onları qeyd eləmirəm. Daha sonra bizdə burada məsələn revmatizma üçün dəst var. Revmatizma üçün nələr istifadə edə bilərik? Revmatizma ağrılarında yenə qlükozamin kremi ola bilər, at kestanəli masaj kremi ola bilər. Daha sonra kantoron kremi ola bilər. Damarları gücləndirmək üçün, damarları deməyim də, elə əzəlləri, həm əzələ yorğunluğunu aradan qaldırmaq üçün, revmatizmda iltihab daha çox olur. İltihabı aradan qaldırmaq üçün
glikazamin krem, kantoron krem və Akkestaniyeli masaj kremi və ozonlu zeytun yağı. Bunlardan dəstək ala bilərsiniz. Və iltihabı aradan qaldırmaq üçün revmatizmdə ən yaxşı daxilə qəbul edəcəyiniz vasitə kiraz saplı çaydır. Kiraz saplı çaydan dəstək ala bilərsiniz revmatizmada. Daha sonra varikoz üçün nələr istifadə edə bilərik? Varikoz üçün də yenə əgər üzdə hər hansı bir xırda kapilyarlar varsa, eye contour serum istifadə edə bilərsiniz. Üzərindən kantoron krem istifadə eləmək olar. Və gecə yatmadan öncə ozonlu zeytun yağı, məsələn, kantoron kremdən təxminən bir yarım saat sonra ozonlu zeytun yağı üzərindən tətbiq edə bilərsiniz. Yox deyək ki, varikozdur artıq, qırmızı kapilyarlar deyil, ayaq nahiyəsindədir. O zaman eye contour serum istifadə eləməyəcəyik burada. Arnikalı Akkestaniyeli, arnikalı gel istifadə edəcəyik və yaxud da ki, kantoron krem istifadə edə bilərik və yenə də ozonlu zeytun yağından dəstək almaq olar. Burada arnikalı gel həm damar divarını gücləndirir, damarların görünüşünü azaltmağa kömək edir. Ozonlu zeytun yağı ilə qarışdırıb istifadə etmək daha yaxşı təsir göstərir. Daha sonra selülit üçün nələr istifadə edə bilərik? Selülitdə yenə də skrab istifadə eləmək lazımdır. Burada da selülit üçün ən yaxşı skrablardan biri narlı skrabdır. İçərisində nar yağı olduğuna görə bir selülit üçün ən yaxşı təsir göstərən yağ qarışımlarından biridir. Yəni yağlı skrablardan biridir. Ona görə narlını seçin selülitdə. Daha sonra hardakı selülit var, həmin bölgəyə guarana gel tətbiq edə bilərsiniz masajla. Təxminən 8-10 dəqiqə ərzində həmin nahiyəni yaxşıca masaj edirsiniz. Və ozonlu zeytun yağı, gördüyünüz kimi bütün problemlərdə ozonlu zeytun yağı istifadə edə bilərik. Çünki çox funksiyalı məhsuldur, hər şeydə işə yarayır. Yəni də selülitdə də ondan dəstək almaq olar. Daha sonra, əgər yara, dəri zədələnmələri varsa, sağaltmaq üçün cilt bakım kremi istifadə edə bilərik, ozonlu zeytun yağı istifadə edə bilərik. Və həmin o yaraların, zədələrin ləkəsi qalmasın deyə kantoron krem istifadə edə bilərik. Həm nəmləndirici təsir göstərir, həm ləkələrin olmasının qarşısını alır, dərinin tündləşməsinin qarşısını alır, həm də ki, məsələn, hər hansı bir qaralma varsa artıq, onların da rəngini açmağa kömək edir. Və çatlaqlar üçün çatlaqlar üçün də yenə skrablardan hər hansı birini istifadə edə bilərsiniz. Amma ən yaxşı təsir göstərən çatlaqlarda yenə narlı skrabdır. Narlı skrabdan dəstək ala bilərsiniz. Çatlaq olan bölgəyə peptid serum hər gün istifadə edəcəksiniz səhər axşam. Ozonlu zeytun yağı gün ərzində və yaxud da gecə yatmamışdan öncə həmin nahiyəni yaxşı masaj edib yedirə bilərsiniz dərinizə. Və nəmləndirici krem olaraq peptid ola bilər və yaxud da cilt bakım kremi ola bilər. Bunları serumdan bir 5-10 dəqiqə sonra tətbiq edirsiniz. Gecə tətbiq edəcəksinizsə hamısını kremlərdən sonra ozonlu zeytun yağı tətbiq eləmək lazımdır. Daha sonra bu qədər. Bunları tez-tez deməyə çalışdım ki, vaxtımıza az qalmışdı deyə. Ona görə üstündən keçmək istədim. Keçən təlimimizdə onsuz bunun haqqında danışmışdım. Buradakı kombinləri göstərmişdim. Amma bir də təkrar olsun deyə, yəni yeni qatılanlar varsa, onlar üçün də bilmiş olarlar. Belə, təlimimiz burada yekunlaşır. Məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Suallar varsa ala bilərəm, yoxdursa Təhnə xanım burada deyil deyəsən. Buradayım, liderim, buradayım. Sayaq çağırdım sizi, yoxdaydı. Hə, bir yaxları aşağı düşmüşdüm. Axşamınız xeyir, Sayaq xanım.
Sizə bir sualım olacaq. Təlimə görə təşəkkür edirəm. Çox gözəl, dolu-dolu bir təlimidir. Bu bədəndə selülit deyirəm, liposaksiyadan sonra qara ləkələr olur. Onun üçün lavandalı skrabımızı dediniz, düzdürmü? Bəs onunla yanaşı kombin olaraq whitening serum istifadə etməlidir, yoxsa whitening kremimizi hansını daha çox məsləhət görərsiniz bədən üçün? İkisini birlikdə istifadə etmək daha məqsədə uyğundur. Skrab olaraq lavandalı yox da yasəmənli skrab daha yaxşıdır ləkələrdə. Lavandalı, yasəmənli skrab, serum, whitening serum, üzərindən whitening krem. Yəni ikisi birlikdə istifadə olunsa daha yaxşıdır. Təşəkkür edirəm. Sağ olun. Buyurun. Salam, axşamınız xeyir olsun. Axşamınız xeyir. Təşəkkür edirəm Rüfanə xanım. Çox gözəl bir təlim üçün minnətdaram sizə. Yenə də həmişə möhtəşəmsiniz, var olasınız. Bir sualım var idi. Təşəkkür edirəm, var olun. Bizim bir qohumumuz 2 yaşında, 2 yaş yarımlı uşaqdır. Onda yanıq ləkələri var. Siz yanıqdan danışdınız deyə dedim, elə mən onu dəqiqləşdirim. O bizim yanıq üçün olan kombini o uşaq üçün istifadə eləmək olar, yoxsa yox? Bəli, istifadə edə bilərsiniz. Orada yəni saydığım nələr var idi? Emergini krem var idi, sprey var idi, daha sonra ballı krem var idi. Hamısı uşaqlara uyğundur, istifadə edə bilərsiniz 2 yaşında da. Dərisinin bir hissəsində biraz qalınlaşma var. Yəni onları yəqin tədricən istifadə eləsə götürə bilər, hə? Ortalıqdan götürülə bilər o problem. Yumuşaltma bəli, yəni çox həddindən artıq orada bayaq dedim çapıq toxuma qalıb. Orada biz A vitamini istifadə elədik. Amma uşaqlara A vitamini olmaz, hüceyrə yenilənməsi üçündür. Amma dediyim o digər kremləri istifadə eləsə, bəli, yumuşaqlıq əldə eləmək olar. Çox sağ olun, minnətdaram. Təşəkkür edirəm. Sağ olun. Elə. Axşamınız xeyirli edirəm. Bugünkü təlim üçün təşəkkürümü bildirirəm. Çox faydalı oldu, yeni qoşulmuşam. Mənə xüsusilə. Bir dənə sual vermək istədim. Dənizə gedəndə dəniz yanmaları üçün çox sağ olun. Hansı kremdən istifadə etsək daha faydalı olur uşaqlar və böyüklər üçün? Zəhmət olmaz. Aha. Günəş yanıqları üçün aloe vera südümüz var bizim. Onu istifadə edə bilərsiniz. Emerging spray istifadə edə bilərsiniz. Uşaqlarda da istifadə eləmək olar, böyüklərdə də istifadə eləmək olar. Yəni bunlar yaxşı təsir göstərir. Təşəkkür edirəm. Buyurun. Başqa sual var mı? Deyəsən başqa sualı olan yoxdur. Yoxdursa sağollaşaq istəyirsiniz. İnşallah gələn həftə görüşərik. Suallarınızı qeyd edin. Axşamınız xeyir olsun Rüfanə xanım. Təşəkkür edirəm təlim üçün. Sualım yoxdur. Sadəcə bir əlavə eləmək istərdim. Ballı kremi dediniz ki, yanıqlar zamanı istifadə etmək. Bu arı və arı məhsullarına allergiyası olanlara ehtiyatla istifadə etmələrini məsləhət görərdim. Bəli, bəli. 100%. Çox sağ olun Aytən xanım. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Sağ olun. Sağ olun. Belə, sağ olaq. Aytən xanım, nə deyirsiniz? Bəli, bəli. O zaman yekunlaşdıraq. Çox sağ olun, minnətdarıq bizim üçün belə təlimlər keçdiyiniz üçün. Minnətdaram. Gecəniz xeyrə qalsın. Sağ olun. Təşəkkürlər. Xeyrə qarşı, sağ olun.